Bax, sonra danışanda deyirsiniz ki, Azərbaycan pis deyirsiniz. Azərbaycan pis demirik, sadəcə olaraq olanı deyirik, olanı danışırıq. Bax, bu qürbətdə olanlar, xaricdə olanlar, Avropalarda olanlar, qıraqda olanlar. Bəzən görürsən ki, həqiqəti deyəndə pis adam olurlar. Bax, mən sizə həqiqəti deyim. Bax, görürsünüz marşrutları. Serbiya ölkəsi, şəhər Belqrad. Bax, burada baxmayaraq benzinin qiyməti 3 manat neçə qəpikdir, 4 manata yaxın hətta. Azərbaycanda amma 1 manat da deyək ki, eləmi? Amma nefti, qazı, benzin, hər şey Azərbaycanda özü çıxır. Amma baxmayaraq ki, Azərbaycan da bunlara satır benzini. Marşrutdan hamısı pulsuzdur. Baxmayaraq 3 manat neçə qəpik daha benzin. Amma marşrutdan hamısı pulsuzdur. Görsənmi? Bax, fərqi Azərbaycandan bax budur. Bax, ürəyim istədiyi yer. Elə ki, 20 yanvardan Müşfiyə gedirəm, 20 yanvardan Sumqayıda gedirəm, Ağşəhərə gedirəm. Məsəl üçün də Bakı ərazisində deyim də sizə, Bakı kəndlərinə gedirsən, hamısı pulsuzdur. Görün, var belə harasa Azərbaycanda belə bir yer. Amma faktı hər şey Azərbaycandan çıxır. Azərbaycan, Gürcüstana 6 qəpiyə qazı verirsən Azərbaycan, amma mənə 20 qəpiyə verirsən. Bax, indi bu həqiqətli danışan da, gəl həqiqətli danışan. Söz yox, həqiqət danışan, düzgün danışana yer yoxdur dünyada, onsuz da. Bax, görürsünüz, sonra deyirsiniz Azərbaycan haqqında gelib qıraqda Azərbaycan pis deyirsiniz. Azərbaycan niyə pis deyirik ki, biz Azərbaycan oğlanları? Burası sadəcə o, olaraq həqiqəti danışırıq. Bax, Kuryelsi bax, baba, Azərbaycanlıdır, bax, Azərbaycanlıdır, bax. Bayaq yanımdaydı, söhbət edirdi, getdi, klienti var, bir də döndü, fırlandı, gəldi. Heç sən, ayda 3.000, 4.000 pul alırlar, yaxşı işləsələr. Azərbaycanda nə qədər alırlar? Şey kimi gecə gündüz işlə 400 manat, 500 manat. Görsən qıraqda. Bax, marşrutlar hamısı pulsuzdur. Bir dəqiqə 40 dəqiqəlik yol var, əmim oğlunun yanına gedirəm. 40 dəqiqəlik yolu bir dəqiqə pulsuz gedəsən mən. Azərbaycanda 40 dəqiqəlik yolu getsən 10-15 manat pul verirsən. Bir dənə tezdən axşama kimi bir hadisə bir dağ kimi oğlanın iş pulusudur. Amma faktı mən burada pulsuz gedirəm. Sonra deyirsiniz ki, Azərbaycan haqqında niyə gelib bunu danışırsınız, onu danışırsınız. Azərbaycan haqqında indi danışırıq ki, sadəcə olanı deyirik ki, burada marşrutların hamısı pulsuzdur. Faktı Azərbaycanda qazdır, hamısı nə deyirsən Azərbaycandan çıxır. Baxmayalım. Görsənmi? Bax, budur. Həqiqəti deyirsən, pis adam olursan.